Elə insan var ki, Allah'tan narazıdır, estağfirullah. Bol-bol nimətlər Allah bəxş eləyib. Bol-bol nimətlər verib, çeşidlər verib. Ev, maşın, yaşayış, övlad, vəzifə, güc, qüdrət, bütün bu varlığı verib. Görəsən, Allah bu varlığı verib. Qulağın haqqını ödəyə bildin mi? Gözünün haqqını ödəyə bildin mi? Əllərimin haqqını ödəyə bildin mi? Bir həkimə gedirsən, o həkimə getdiyin zaman həkim deyir ki, növbəyə dayan. Filan qan müayinəsini et, filan qədər xəzinəyə pul ödə. Nə qədər bir qanın, belə deyək, analizin verməkdən ötəri, bir qanın, bir bədəninin çekabından keçməkdən ötəri, nə qədər pulundan keçirsən. Allah səndən pul istəmir. Allah səndən bir şey istəmir. Deyir ki, haqqını layiqincə ödə. Layiqincə ödə. Səhabələr dedilər, ey Allahın Rəsulu, ey Allahın Rəsulu, bizə dedin namaz qıldıq, oruc tutduq, zəkat verdik, sonra nə edək? Allahu Ekber. Sonra nə edək? Biz namazdan qaçırıq, zəkatdan qaçırıq. Allah bizim üzərimizə zəkat qoyur, zəkat ver deyir. Qaçdıq, namaz qıl, əqimussalah, qılmadıq. Amma sahabələr belə demirdilər. Allah bizə nə əmr buyurubsa, hamısını etdik. Səmən və taətən, qul olaraq ibadət etdik Allaha. Allahın dediyini etdik, ey Allahın Rəsulü. Bundan sonra Allah bizə nə buyurursa biz edək. Allah Teala bunu Peyğəmbərə buyurur ki, mən istətətum, gücünüz yetdiyiniz qədər Allaha ibadət eləyin. Gücünüz yetdiyi qədər. Bir zaman ölüb gedəndən sonra Rəbbirciuni, Rəbbirciuni, Quranda ayə var. Dönəcəksən Allahın huzuruna, bu varlıq səndən alınacaq. Ey mənim Rəbbim, məni qaytar bir daha dünyaya. O zaman Allah'tan əmr gələcək. Kəlla, xeyr. Çox şeylər itirdin qulum. Bu ay, Şaban ayı, qeyd etdiyim ki, mən bayram ayıdır, bayramlar ayıdır, mövludlar günləridir. Amma çoxlu tövbə etmək, namaz qılmaq, oruç tutmaq. Bugün söz verək, qarşımıza məqsəd qoyaq ki, ey mənim Rəbbim, itirdiklərim çox oldu. Qəbirdə və qiyamət günündə, ey mənim Rəbbim, məni qaytar dünənimə, dünyama, mən yaxşı əməllər, salih əməl edim deyərkən, indi fikirləşin. Ya Rəbbim, mən diriyəm, gözüm görür, bütün bu orqanları, bu nemətləri vermisən, hesabsız mənə nemətlər vermisən. Quran buyurur və in təuddu nemətəllah, la tuhsuha, sənə hesabsız nemətlər vermişəm. Bütün varlıqların şah əsər etmişəm. Sən nə etdin? Qulum, sən nə etdin?